Birinci il ərzində uşağın yuxusu necə dəyişir? Uşaq həyatının ilk ilində sözün əsl mənasında kosmik sürətlə inkişaf edir. Təbii ki, bu körpənin yuxusunda da öz izini buraxmaya bilməz. Siz dəfələrlə belə adlanan yuxu geriləmələri ilə qarşılaşacaqsınız. Yuxu geriləməsi uşağın yuxusunun müvəqqəti pisləşməsidir. Ən məşhuru 4 aylıq yuxu geriləməsidir. Bir çox analar bundan çox qorxur, amma buna dəyməz. Çoxları bunu heç hiss etməyəcək. Bu yaşda yuxunun strukturu dəyişir, yəni 40-45 dəqiqəlik yuxu dövrləri yaranır. Çox güman ki, siz sərq edəcəksiniz ki, körpəniz məhz bu aralıqlarla oyanmağa başlayır və yuxunu uzatmaq üçün sizin köməyinizə ehtiyac duyur. Narahat olmağa dəyməz. Adətən yuxular uzanır və bir neçə həftə sonra körpə yuxu dövrlərini özü-özünə keçməyə başlayır. Narahat olmağa dəyməz. Adətən yuxular uzanır və artıq bir neçə həftə sonra körpə yuxu dövrlərini özü-özünə keçməyə başlayır. 6-7 ay, daha sonra isə 10-12 ay yaşı birinci və ikinci ayrılma böhranı adlanır. Körpə başa düşməyə başlayır ki, ana əslində ondan ayrı mövcuddur və harasa gedə bilər, bu isə onu çox narahat edir. O, sizi sözün əsl mənasında qucaqlayıb buraxmaya bilər və heç yerə getməyinizi istəməz. Çoxlu anlayış, sevgi və bədən təması körpənin gərginliyini azaltmağa kömək edəcək. Adətən bu dövrlərdə yuxu pisləşir, amma bu uzun çəkmir, bir neçə gün davam edir. Amma əgər görürsünüzsə ki, yuxu problemləri mütəmadi xarakter alıb, yəni 2 həftə və daha çox davam edirsə, o zaman körpənin rejiminə diqqət yetirmək lazımdır. Birinci il ərzində körpənin rejimi daim dəyişir, gündəlik oyaqlıq vaxtı artır, əksinə yuxu müddəti azalır. Həmçinin vaxtaşırı olaraq gündüz yuxularından biri azalır və ya tamamilə ləğv olunur. Çox tövsiyə edirəm ki, yuxu problemlərini uzatmayasınız və vaxtında yuxu üzrə mütəxəssisə müraciət edəsiniz.